Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimi Səlci. Bugün sizlərlə hidrogen oksigen su bölməsindəki ətraflı yazılı cavab tələb olunan tapşırıqlar mövzusunda olan sualları işləyəcəyik. Vaxt itirmədən birinci sualdan başlayaq. 1. 42 litr oksigenin ozuna çevrilməsi zamanı ümumi həcm 30 litr olmuşdur. İlk öncə oksigenin ozuna çevrilmə reaksiyasını yazaq. 3 mol oksigen 2 mol ozun əmələ gətirir ozuna çevrildiyi zaman. Deməli, başlanğıc qarışıq 42 litrdir. 42 litr oksigenimiz var başlanğıcda. Uşaqlar, əgər 42 litr oksigenin hamısı, 42 litr oksigenin hamısı ozuna çevrilsəydi, o zaman nə qədər ozun alınardı? Əgər 42 litr oksigen ozuna çevrilsəydi, o zaman 28 litr ozun alınardı. Bizə deyir ki, həcm, deməli, ümumi həcm 30 litr olmuşdur. Deməli, oksigenin hamısı ozuna çevrilməyib. Bir qism oksigendə artıq qalıb. İndi gəlin nə qədər oksigenimiz artıq qalır, nə qədər ozuna çevrilib, onu hesablayaq uşaqlar. Deməli, tutaq ki, dedik ki, reaksiya nəticəsində həm oksigen artıq qalıb, həm də ozun alınıb. Tutaq ki, gəlin bir dəfə də reaksiyanı aşağıda yazaq. O3. X litr ozun əmələ gəlib, Y litrdə oksigen artıq qalıb. Əgər X litr ozun əmələ gəlirsə, onda 1,5X litr oksigen reaksiyaya daxil olar. X üzərinə gəlsin Y cəmini biz bilirik uşaqlar. X üzərinə gəlsin Y bərabərdir 30 litr. Çünki bizə deyir ki, sonda 30 litr ümumi həcm 30 litr olmuşdu. Uşaqlar, əgər 1,5X litr oksigen reaksiyaya daxil olubsa, bizdə də ümumi 42 litr oksigen var idisə, nə qədər oksigenimiz artıq qalacaq? 42 çıxılsın 1,5X. Oksigenimiz də artıq qalacaq. 42 litr oksigenimiz vardı, 1,5X reaksiyaya daxil oldu. Və reaksiya nəticəsində də 42 çıxılsın 1,5X litr oksigenimiz artıq qaldı. İndi uşaqlar, bəs sağ tərəfdə nə qədər oksigenimiz var idi? Artıq qalan oksigenin miqdarı Y. Onda buradan belə bir nəticə gəlirik ki, 42 çıxılsın 1,5X bərabərdir Y. İndi uşaqlar, bu tənasibi həll etdikdən sonra biz artıq X və Y-i müəyyən eləyəcək. Gəlin tənasibi həll eləyək. X üzərinə gəlinsin Y bərabərdir 30. X üzərinə 1,5X üzərinə gəlinsin Y bərabərdir 42. Y-lər uyğun olaraq ixtisar gedir. 0,5X bərabərdir 42-dən 30 çıxanda 12. X də bərabərdir 24. X-i müəyyən elədi 24. İndi gəlin Y-i müəyyən eləyək. Y də bərabərdir 30 çıxılsın 24, 6. Deməli, reaksiyada başlanğıc olaraq, reaksiyanın sonunda 24 litr ozun alınır. 6 litrdə oksigen artıq qalır. Bizdən nə istəyir? Deyir ki, alınan qaz qarışığında oksigenin həcmi 6 litr oldu və ozunun həcm payını faizlə hesablayın 2. Ozunun həcm payı nə qədərdir? Alınan qaz qarışığının ozunun həcm payı bərabərdir omega O3 həcm və ozunun həcm payı da bərabərdir. Ümumilikdə nə qədər ozunumuz vardı? 24 litr həcm payıdır. Ümumilikdə qaz qarışığının həcmi nə qədərdir? 24 üzərinə gəlsin 6, 30 litr, vurulsun 100. Gəlin ixtisarlarımızı aparaq. 3-ə ixtisar getdi 8 dəfə, sıfırlar getdi 80%. Deməli, ozunun həcm payı da 80% oldu. İkinci sual. Bərk qalığının kütləsini bizə verib, bir qrafik verib. 101 qram kalium nitrat qızdırıldıqda bərk qalığının kütləsi zamandan asılı qrafiki verilmişdir. Gəlin kalium nitratı qızdıraq uşaqlar, reaksiyanı yazaq. Bilirik ki, kalium nitrat qızdırıldıqda temperaturla kalium nitrit duzu üzərinə gəlinsin oksigen əmələ gəlir. Reaksiya təlimini əmsallaşdırdıq. Deməli, bizə deyir ki, bərk qalığın kütləsinin zamanı asılı qrafiki verilmişdir. Bərk qalığın kütləsi nə qədər azalır uşaqlar? 101-dən 93 çıxırıq 8 qram. Bərk qalığın kütləsinin azalması nə deməkdir? Yəni, bu zaman oksigen uçub gedir. 8 qram oksigen uçub gedir, bərk qalığın kütləsi bu qədər azalır. Çünki həm kalium nitrat, həm də kalium nitrit bərk haldadır. Bərk qalığın kütləsi azalırsa, 8 qram oksigen uçur deyə azalır. Davam edirik. 101 qram kalium nitrat qızdırıldıqda bərk qalığın kütləsi zamanı asılı qrafik verilmişdir. T1 anı üçün parçalanan duzun kütləsini, nə qədər duz parçalanıb və ayrılan oksigenin həcmini müəyyən edin. Normalda uşaqlar 2 vurulsun 101 qram kalium nitrat parçalananda 32 qram oksigen əmələ gəlir. Yəni, bərk qalığın kütləsi 32 qram azalır. 101 qram, deməli, nə qədər kalium nitrat parçalanıb ki, bərk qalığın kütləsi 8 qram azalıb? Tutaq ki, x qram kalium nitrat parçalanıb ki, bərk qalığın kütləsi 8 qram azalıb. 101 qram bizdə kalium nitrat var, amma bunun hamısı parçalanmayıb. Çünki 8 qram, əgər 101 qram kalium nitrat parçalansaydı, 16 qram oksigen əmələ gələrdi. Deməli, hamısı parçalanmayıb. Nə qədər parçalanıb onu müəyyən edək. 8-ə ixtisar gedir 4 dəfə.
2 ixtisar gedir 2 dəfə. X də bərabərdir 50,5. Deməli 50,5 qram kalium nitrat parçalanmışdır. Davam edirik. T1 anı üçün parçalanan duzun kütləsi 50,5 qram. Ayrılan oksigen qazının həcmini litrlə hesablayın. Uşaqlar 2 deməli 22,4 litr oksigen qazı neçə qramdır? 32 qram. 8 qram oksigen alınıb. Neçə litrdir? X litr. X də bərabərdir 8 ixtisar gedir 4 dəfə. 22,4 bölünsün 4 5,6 litr. Deməli 5,6 litr, yəni 8 qram oksigen ayrılmışdır. Keçdik 3-cü suala. Bizə maddələri verib kükürdlə brom. Kütlələrini də deyir ki, bir-birinə bərabərdir. Hidrogen ilə tam reaksiyası zamanı sərf olunan hidrogenin mol miqdarı, reaksiya məhsulunun mol miqdarı. Uşaqlar, gəlin bir yazaq. 3-cü sual. Bizə kükürd və brom verib, kükürdün üzərinə hidrogen gəlir. Bu zaman sulfid alınır, hidrogen sulfid alınır, H2S. Reaksiyanı əmsallaşdırmağa ehtiyac yoxdur. Bromun üzərinə hidrogen gəlirik və reaksiya nəticəsində alınır H-brom, bromid 2 mol. Davam edirik. Hər ikisinin deyir ki, kütləsini eyni kütlədə götürülmüşdür. Normal halda 32 qram biz kükürd götürürük. Brom nə qədər götürürük? Yəni 1 mol brom götürürük. 1 mol bromun kütləsi də 160 qram. Normal halda əgər 1 mol kükürd, 1 mol brom hidrogenlə reaksiyaya daxil olsa 160 qram brom götürərik, 32 qram da kükürd götürərik. Bizə deyir ki, bunların kütlələri eynidir. Onda biz elə 160 qram da kükürd götürərik, 160 qram da elə brom götürərik. Ən böyük kütlə hansı elementdəsə o qədər kütlə miqdarında maddə götürürük. M-i müəyyən elədik. Uşaqlar, bu nisbi bir anlayışdır. Görürsünüz bizə nisbətləri soruşur. Yəni nisbətlər uyğun olaraq bərabər olur. 160 götürməliyəm, 320 götürərəm. Yəni hər biri ikisində də eyni kütlə olsun. Yəni nisbət axırda eyni alınacaq uşaqlar. Sərf olunan hidrogenin mol miqdarı. Uşaqlar, 160 qram brom 2 götürsək, neçə qram hidrogen sərf olunur? 1 mol miqdarı. Neçə mol hidrogen sərf olunur? 1 mol hidrogen. 32 qram əgər kükürt götürsəydik, 1 mol bizə hidrogen sərf olunacaqdı. 1 mol H2. Biz götürmüşük 160 qram kükürt. Bizə nə qədər hidrogen lazımdır? X mol hidrogen. X uyğun olaraq bərabərdir 5. Bizə 5 mol hidrogen lazımdır. 5 mol. Davam edir. Sərf olunan hidrogenin mol miqdarı müəyyən elədik. X oldu 5, Y də bərabər oldu 1. Bir də bizdən nə istəyir? X-in Y-ə olan nisbəti, 5-in 1-ə olan nisbəti uyğun olaraq 5-ə bərabərdir. 2-ni oxuyuruq. A-nın B-yə olan nisbəti reaksiya məhsullarının mol miqdarı. Uşaqlar, əgər 5 mol hidrogen reaksiyaya daxil olubsa, elə 5 molda H2S alınacaq, yəni hidrogen sulfid alınacaq. A bərabərdir 5, B də bərabərdir. Əgər 1 mol hidrogen reaksiyaya daxil olubsa, onda 2 molda hidrogen bromid alınacaq. B də bərabərdir 2. 2 də bizdən istəyir A-nın B-yə olan nisbəti, A-nın B-yə olan nisbəti, bu da bərabərdir 5-in 2-yə olan nisbəti 2,5. 4-cü sual. Oksigenin bizə izotoplarını verib, olduğunu nəzərə alsaq, ən ağır oksigenin və ən yüngül ozonun nisbi molekul kütləsini hesablayın. 4-ə keçdik uşaqlar. 1. Deməli, bizə deyir ki, ən ağır oksigen. Biz bu zaman oksigenin hansı izotopunu götürərik? Nisbi atom kütləsi 18 olan izotopunu götürərik. Yəni O2, 18. Nisbi atom kütləsi 18 olan izotopunu götürərik və bunun MR-ni müəyyən eləyək. MR də bərabərdir 2 dəfə 18, 36 qram. Deməli, ən ağır oksigenin nisbi molekul kütləsini hesabladıq. İndi ən yüngül ozonun nisbi molekul kütləsi 2 də MR. Ən yüngül oksigenin izotopu hansıdır? Nisbi atom kütləsi 16 olan izotopudur. Oksigen 16, 3 dəfə. 3 dəfə də 16 bərabərdir 48 qram. 5-ci sual. Bizə verib 1 mol sink, reaksiya daxil olduğu maddələri verib, alınan hidrogenin həcmindən A üzərinə gəlsin, B üzərinə gəlsin, C cəmini istəyir və sulfat turşusu ilə əmələ gətirdiyi duzu adlandırın. Uşaqlar, gəlin 5-ci sualı yazaq. Bir reaksiyaları yazmağa ehtiyacımız yoxdur. Biz hidrogen mövzusunu öyrəndə nə demişdik? Əgər metal, istər turşu ilə, istər qələfi ilə reaksiyaya daxil olub hidrogen çıxarırsa, öz valentliyinin yarısı mol qədər hidrogen çıxardır. Deməli, sinkin valentliyi nə qədərdir? Sink sabit ikivalentli elementdir. Deməli, qələvi ilə reaksiyaya daxil olanda öz valentliyin yarısı qədər 1 mol hidrogen çıxardacaq. Turşu ilə reaksiyaya daxil olanda öz valentliyinin yarısı qədər yenə 1 mol hidrogen çıxardacaq. Həmçinin C də bərabərdir 1 mol. Bizə deyir ki, A üzərinə gəlsin, B cəmini hesablayın. A üzərinə gəlsin, bizdən litrlə istəyir uşaqlar. 1 mol
deməli hidrogen 22,4 litrdir. Həmçinin bütün variantlar da uyğun olaraq 22,4 litrdir. A üzərinə gəlsin, B üzərinə gəlsin, C də 3 vurulsun 22,4. Bu da uyğun olaraq bərabərdir 67,2 litr. Deməli biz hidrogen həcmini müəyyən elədik. 67,2 litr. İndi keçirik 2-yə. Bizə deyir ki, sinkin sulfat turşusu ilə əmələ gətirdiyi duzu adlandırın. Gəlin sinkin sulfat turşusu ilə reaksiyasını yazaq. Sink üzərinə gəlinsin H2SO4 reaksiya nəticəsində alınır. Sink SO4 üzərinə gəlinsin hidrogen. Baxın uşaqlar, tənliyi yazdıq. Yenə görürük ki, 1 mol sink elə 1 mol da hidrogen əmələ gətirir. Yəni bu tətbiq etdiyimiz qayda məsələlərdə ödənilir. İndi uşaqlar, əmələ gələn duzun adı nə idi? Sink sulfat. Davam edirik 6-cı sual. Barium peroksidin üzərinə qatı sulfat turşusu gəlir. Bilirik ki, bu ozonun alınması reaksiyasıdır. O3 bərabərdir ozon. Daha sonra hidrogen peroksidi manqan 2 oksid iştirakında parçalayırlar. Su və oksigen qazı əmələ gəlir. X ilə Y-in adlarını müəyyən elədi. O3 ozon, O2 isə oksigen qazı. Daha sonra deyir ki, kalium yodu üzərinə gəlsin H2, üzərinə gəlsin X, yəni O3. Reaksiya məhsullarını yazın. Uşaqlar, bu ozonun təyini reaksiyasıdır. Reaksiya nəticəsində alınır kalium OH, yod 2, bir də oksigen qazı. Uşaqlar, keçdik indi 7-ci suala. Deməli, M qram su bizə kalsium karbid verib x qram və M-5 qram da Y qazı ayrılır. Reaksiya tənliyini yazın və əmsallaşdırın. Gəlin yazıb və əmsallaşdıraq. 7-ci sual. Deməli, kalsium karbid üzərinə gəlinsin su. Bu xarakterik reaksiyadır. Kalsium hidroksid üzərinə gəlinsin C2H2 əmələ gəlir. Asetilen qazı. Reaksiya tənliyini əmsallaşdıraq. Karbonların sayı doğrudur. 2 yazırıq. Suyun qarşısında reaksiya tənliyi əmsallaşdırır. Biri müəyyən elədik. Sonra bizə həm M-i, həm X-i müəyyən eləməyimizi istəyirlər. Deməli, M qram su reaksiyaya daxil olur. X qram kalsium karbid, M-5 qram da qaz alınır. Uşaqlar, əgər M qram su reaksiyaya daxil olursa, M-5 qram deməli C2H2 əmələ gəlirsə, 2 vurulsun 18 qram su reaksiyaya daxil olanda 26 qram C2H2 əmələ gəlir. Gəlin bu tənasibi həll eləyək. 2-yə xısar gedir 13 dəfə. 13M bərabərdir 18M çıxılsın 90. 5 dəfə 18, 90. Uyğun olaraq 5M bərabərdir 90. M də bərabərdir 18. M-i müəyyən elədik 18. 2-ni də müəyyən elədik. Keçirik 3-ə. Bizdən X-i istəyir. X də kalsium karbidin kütləsidir. X qram kalsium karbid reaksiyaya daxil olur. M qram su ilə, yəni 18 qram su ilə. Normal halda isə 2 vurulsun 18 qram su ilə reaksiyaya daxil olur. Nə qədər kalsium karbid? 40 üzərinə gəlsə 24, 64 qram kalsium karbid. Gəlin bu tənasibi həll eləyək. 18-yə xısar gedir 32. X də bərabərdir 32. Deməli, uşaqlar, həm X-i müəyyən elədik, həm M-i müəyyən elədik, həm də reaksiya tənliyini yazdıq. 8-ci sual. Reaksiya tənliyini yazın və əmsallaşdırın. Reaksiya tənliyində uşaqlar oksigeni ozonator cihazına salırlar və bu zaman ozon alınır. 8-ci sualı gəlin tənliyini yazaq. 8, 1. Deməli, 3 mol oksigen reaksiya daxil olduqda, ozonator cihazına daxil olduqda 2 mol ozon əmələ gətirir. Deməli, bizdə 0,6 mol oksigen qazı vardır. Reaksiya tənliyini yazıb əmsallaşdırır. Reaksiyanın praktiki çıxımı 20% olarsa, yəni 0,6 mol oksigenin 20%-i ozona çevrilir. 0,6 mol ümumilikdə oksigenimiz vardır. 0,6 mol vurulsun 20 bölünsün 100 bərabərdir uyğun olaraq 0,12 mol oksigen. Deməli, 0,12 mol oksigen ozona çevrilir. Neçə mol ozon əmələ gətirdiyini bilmirik. X mol ozon əmələ gətirir. Normalda isə 3 mol oksigen 2 mol ozon əmələ gətirəcək. X də uyğun olaraq bərabərdir. 3-ə xısar gedir 0,4, 0,8 mol. Deməli, 0,8 mol oksigen əmələ gələcək. Alınan ozonla neçə litr suyu təmizləmək olar? Uşaqlar, 1 litr suyun təmizlənməsinə 4 milliqram ozon sərf olunur. 0,8 mol O3 neçə qramdır? İndi gəlin neçə milliqramdır onu hesablayaq. 1 mol O3 48 vurulsun 10 üstü 3 milliqramdırsa, onda
0,8 mol O3 isə neçə milliqramdır? Tutaq ki, y də bərabərdir. Sıfırlar gedir. 80 vurulsun 48. Bu da bərabərdir. 8 + 8 64, 6 yadda. 8 + 4 32, o da 6 38. 3840 milliqram. İndi gəlin məsələnin davamını oxuyaq. 1 litrin təmizlənməsinə, deməli 1 litr suyun təmizlənməsinə 4 milliqram O3 lazımdırsa, 3840 milliqram ozonla neçə litr suyu təmizləmək olar? Tutaq ki, A litr suyu təmizləmək olar. A da bərabərdir. 3840-ı 3840 bölünsün 4, uyğun olaraq bərabərdir 960 litr. Keçdik 9-cu suala. 9. Kalium yodid üzərinə gəlinsin, ozon üzərinə gəlinsin. Məhlul dediyinə görə uşaqlar su reaksiya nəticəsində alınacaq kalium hidroksid, yod 2, bir də oksigen qazı. Reaksiya tənini həmsallaşdıraq 2 mol kalium yodid, 2 mol da kalium OH əmələ gələcək. Davam edirik. Reaksiyaya daxil olan maddələr tamamilə sərf olunarsa, yəni 0,2 mol O3 tamamilə sərf olunarsa, X-i hesablayın. X nədir? Kalium yodid məhlulu. Uşaqlar 0,2 mol ozon qazı, yəni reaksiyaya daxil olur. X mol kalium yodidlə. 2 mol kalium yodid isə 1 mol ozonla reaksiyaya daxil olur. X uyğun olaraq bərabərdir 0,4 mol. Deməli 0,4 mol kalium yodidimiz var. Nünü müəyyən elədik 0,4. Bizə həcmi də verib. V də bərabərdir 200 milli. Bizdən molyar qatılığı istəyir. Molyar qatılıqda S bərabərdir X. Uyğun olaraq bərabərdir nü bölünsün V. Nünü bizə verib. Daha doğrusu nünü tapdıq 0,4. V də 200 milli. Bizdən litrlə istəyir cavabı. Ona görə də 200 vurulsun 10 üstü -3. Uyğun olaraq bərabərdir 0,2 litr. 0,4 də bölünsün 0,2. 2 mol bölünsün litr. 10-cu sual bizə maddəni verib kalsium hidrit kütləsini verib, su ilə qarşılıqlı təsirindən alınan kalsium hidroksidin kütləsini də verib. Bizdən həm reaksiya tənini yazıb əmsallaşdırmağımızı, bir də M-i hesablamağımızı istəyirlər. Gəlin 10-cu sualı yazaq. Kalsium hidridin su ilə reaksiyası nəticəsində alınır kalsium hidroksid, bir də hidrogen qazı çıxır. Reaksiya tənliyini əmsallaşdıraq. 2, 2. Reaksiya tənliyi əmsallaşdır. M qram kalsium hidrid reaksiyaya daxil olur. M plus 16 qram kalsium hidroksid alınır. Kalsium hidridin emeri nə qədərdir? 42 qram kalsium hidrid reaksiyaya daxil olanda kalsium hidroksidin emeri nə qədərdir? 74. 74 qram kalsium hidroksid əmələ gəlir. İndi gəlin M-i müəyyən eləyək uşaqlar. 2 xəsar getdi 21, 2 xəsar getdi 37. 21M üzərinə gəlinsin, 21 vurulsun 16 bərabərdir 37M. 37-dən 21 çıxanda 16M bərabərdir 21 vurulsun 16. 16-lar ixtisar gedir, M də bərabərdir 21. Deməli 21 qram kalsium hidridin kütləsi idi. 21 üzərinə gəlsin 16 qramda kalsium hidroksidin kütləsi idi. M-i də müəyyən elədik, reaksiya tənliyində yazdıq. Keçdik 11-ci suala. Mis 2 oksid və mis qarışığın tərkibini verib, qarışığın ümumi kütləsini bizə verib. Gəlin 11-ci sualı yazaraq həll eləyək. Mis 2 oksid, bir də mis. Qarışığın ümumi kütləsi 25 qram. Artıq miqdarda hidrogenlə reaksiyasından alınan suyun kütləsi. Artıq miqdarda hidrogenlə reaksiyasından alınan suyun kütləsi mis üzərinə gəlsin H2O. Uşaqlar, mis hidrogenlə reaksiya daxil ola bilmir. Üzərinə gəlsin hidrogen. Bu reaksiya getmir. Çünki mis pasiv metaldır. Suyun kütləsini də bizə verib 4,5 qram. Uşaqlar, baxın artıq demək olar ki, məsələ həll olundu. 4,5 qram su əmələ gəlir. Neçə qram mis 2 oksid reaksiyaya daxil olanda? X qram mis 2 oksid reaksiyaya daxil olanda? Uyğun olaraq 64 üzərgəsi 16, 80 qram mis 2 oksid reaksiyaya daxil olanda 1 mol su əmələ gəlir. Yəni 18 qram su əmələ gəlir. Uşaqlar, gəlin indi X-i müəyyən eləyək. X bərabərdir 4,5 vurulsun 80 bölünsün 18. İxtisarlarımızı aparaq. 9-a ixtisar getdi 2 dəfə, 9-a ixtisar getdi 5 dəfə, 2-yə getdi 4 dəfə, 4 dəfə də 5, 20 qram. Deməli 20 qram bizim bu qarışıqda mis 2 oksidimiz var. 25-dən də 20 çıxanda 5 qram da misimiz var. Deməli birdən başlayırıq. Deməli deyir ki, qarışıqda mis 2 oksidin kütlə payını hesablayın. 1-i hesablayaq. Omega mis 2 oksid kütlə payı bərabərdir. Ümumi qarışıq 25 qramdır. Mis 2 oksidin kütləsi 20 qramdır. Vurulsun 100.
İxtisarlarımızı aparaq 80%. 1-i müəyyən elədik 80. İndi keçirik 2-ni müəyyən eləməyə. Reaksiyadan sonraki bərk qalğın kütləsini qramla hesablayın. Reaksiyadan sonra uşaqlar bərk qalıq olaraq yalnız mis qalır. Deməli x qram 4,5 qram su alınırsa neçə qram mis alınacaq? Yəni indi onu hesablayaq. Bizə deyir ki, reaksiyadan sonraki bərk qalğın kütləsini hesablayın. 4,5 qram su alınsa, tutaq ki, y qram mis alınacaq. Normalda isə 18 qram su alınanda 64 qram mis alınırdı. İndi uşaqlar gəlin bu tənasibi də həll eləyək. Y də uyğun olaraq bərabərdir. 18, 4,5 vurulsun 64. 4,5 18 ixtisar gedir 2 dəfə. 9 ixtisar gedir 0,5 dəfə. 2 ixtisar gedir 32 dəfə. 32 vurulsun 0,5. Y də bərabərdir 16 qram. Uşaqlar, indi diqqətlə baxın, bərk qalğın kütləsini tapdıq reaksiyadan sonra. Deməli, amma cavabımız 16 deyil. Niyə? Çünki bizdə burada reaksiyaya daxil olmayan başlanğıcdakı bərk qalıq da var. Yəni, bir mis daha var. Yəni, 5 qram mis daha var. 16 qram mis alındı. 5 qram mis artıq qalmışdı. 16 üzərinə gəlsin 5, 21 qram. Reaksiyadan sonra ümumi bərk qalğın kütləsi 21 qramdır. 16 qram reaksiya nəticəsində əmələ gəlir. 5 qramı da artıq qalan misin kütləsidir. 12-ci sual qaz qarışığını bizə verib. Qaz qarışıqda qazların ümumi mol miqdarını, reaksiyadan sonra qarışıqda qazların ümumi mol miqdarını da verib. Gəlin ilk öncə reaksiyanı yazaq uşaqlar. Azot üzərinə gəlinsin hidrogen, reaksiya nəticəsində alınır amonyak. Mol miqdarlarını da hesabladıq, yazdıq. Biz tutaq ki, uşaqlar, x mol azot götürmüşük, y mol da hidrogen götürmüşük. Bizə deyir ki, azot və hidrogen arasında baş verən reaksiya zamanı azot tam reaksiyaya daxil. Azot tam reaksiyaya daxil olursa, onda elə 2x mol da amonyak alınacaq. Hidrogenin isə müəyyən miqdarı reaksiyaya daxil olur və hidrogen artıq qalır. Uşaqlar, 1 mol azotla 3 mol hidrogen reaksiyaya daxil olursa, onda x mol azotla da 3x mol hidrogen reaksiyaya daxil olacaq. 3x mol hidrogen reaksiyaya daxil olursa, x mol azotla da 3x mol hidrogen reaksiyaya daxil olursa, onda y çıxılsın 3x mol hidrogen də artıq qalacaq. Artıq. Çünki dedik ya, y mol hidrogen götürmüşük. 3x mol reaksiyaya daxil olur, y minus 3x mol hidrogen artıq qalır. İndi gəlin x və y hesablayaq. X üzərinə gəlsin y bərabərdir 21, çünki başlanğıc qarışıqların mol miqdarını bizə verib. Reaksiyadan sonra qarşıdakı qazların mol miqdarını da bizə verib. 2x amonyak qazı alınır, y çıxılsın 3x mol da hidrogen qazı alınır, daha doğrusu artıq qalır. Bunu da cəmi 15 eləyir. Gəlin indi bu tənasibi həll eləyək. X üzərinə gəlsin y bərabərdir 21, y çıxılsın x bərabərdir 15, x-lər getdi, 2y bərabərdir 36, y də bərabərdir 18. Y-i müəyyən elədi, x də uyğun olaraq bərabərdir 3 mol. X və y-i tapdıq. Hidrogenin neçə faizinin reaksiyaya daxil olduğunu, 3x hidrogenin neçə faizinin reaksiyaya daxil olduğunu gəlin biri müəyyən eləyək. Uşaqlar, biz ümumilikdə y mol hidrogen götürmüşdük, onun 3x reaksiyaya daxil olurdu, vurulsun 100. Gəlin indi bu tənliyi həll eləyək. 3 dəfə 3x-i bilirik, y də 18-ə bərabərdir, bölünsün 18, vurulsun 100. İxtisarlarımızı aparaq 2 dəfə, uyğun olaraq 50%. Deməli, 50% hidrogen reaksiyaya daxil olur. Reaksiyadan sonraki qaz qarışığında amonyakın həcm payını faizlə hesablayın. Reaksiyadan sonra, deməli, 2 dəfə 3, daha doğrusu x-i biz müəyyən elədik 3 moldur. Deməli, 6 mol amonyak alınır. Y çıxılsın 3x-də nə qədər hidrogen artıq qaldığını müəyyən eləyək. Y 18 idi, çıxılsın 3x, 9, 9. Deməli, 9 molda hidrogen alınmışdı. Bizə deyir ki, qaz qarışığında amonyakın həcm payı. Həcm payını elə mol payı uşaqlar nisbətlər dedim ki, eyni olacaq. Gəlin həcm payını hesablayaq. Ümumilikdə 15 vurulsun 22,4 litr deməli, həcmə malik olan qaz var reaksiyadan sonra və o qazın tərkibində amonyakın həcm payı isə 6 mol amonyak var. 6 vurulsun 22,4 vurulsun 100. İxtisarlarımızı apardıq. 3-ə ixtisar getdi 2 dəfə, 3-ə ixtisar getdi 5 dəfə, 5-ə ixtisar getdi 20 dəfə, 40%. 13-cü sual. Hidrogen və oksigendən ibarət 64 qram qaz qarışığına 7 mol oksigen əlavə edilən zaman guruldayıcı qaz qarışığı əmələ gəlir. İlkin qaz qarışığında neçə qram oksigen olduğunu və alınan qaz qarışığında qazların ümumi mol miqdarını hesablayın. Gəlin ilk öncə tənliyi yazaq.
Yoruldayıcı qaz uşaqlar 2 mol hidrogen və 1 mol oksigenin cəmidir. Tutaq ki biz x mol hidrogen götürmüşük, y mol da oksigen götürmüşük. 2x üzərinə gəlinsin y, daha doğrusu 32y bərabərdir 64 qram. Ümumilikdə deyir ki, hidrogen və oksigenden ibarət qaz qarışığının kütləsi 64 qramdır. 7 mol oksigen əlavə edildiyi zaman guruldayıcı qaz əmələ gəlir. Uşaqlar, 7 mol oksigen x ilə y 2-nin 1-ə nisbəti şəklində olmalıdırsa, 2-nin 1-ə nisbəti bərabərdir x-in y üzərinə gəlinsin 7-yə nisbəti. Gördünüz, guruldayıcı qazandı. İndi gəlin bu tənasibi də həll eləyək. X bərabərdir 2y üzərinə gəlinsin 14. Uşaqlar, sistem tənliyi həll edib x və y-i müəyyən eləyək. X bərabərdir 2y üzərinə gəlinsin 14. Sistem tənliyi həll eləyək. 2x üzərinə gəlinsin 32y bərabərdir 64. 2x çıxılsın 4y bərabərdir 28. X'lər ixtisar gedir. Uyğun olaraq 36y bərabərdir. 64-dən 28 çıxanda 36. Y də bərabərdir 1. Y-i müəyyən elədi. Uşaqlar, indi gəlin x-i müəyyən eləyək. X də bərabərdir 2y üzərinə gəlinsin 14-dür. 2y 2 üzərinə gəlinsin 14. Y də bərabərdir 16. Üstəm, x də bərabərdir 16. X və y-i müəyyən elədi. Deməli, x 16 mol idi. 1 mol da oksigenimiz vardı. Üzərinə 7 mol oksigen daha əlavə edildi və guruldayıcı qaz alındı. İlkin qaz qarışığında neçə qram oksigen olduğunu müəyyən edin. 1 mol oksigen vardı. 1 mol oksigen də 32 qramdır. 2-yə keçirik. Alınan qaz qarışığında qazların ümumi mol miqdarı. Uşaqlar, alınan qaz qarışığında 16 mol hidrogen var. 8 mol da oksigen var. 24 mol ümumilikdə qaz qarışığı var. 14-cü sual. Natrium hidrit və kalsium verib kütlələri bir-birinə bərabərdir. Artıq miqdarda su ilə reaksiyasından alınan hidrogenin ümumi miqdarı. Gəlin baxaq uşaqlar. Natrium hidridin üzərinə ilk öncə su gəlirik. Reaksiya nəticəsində alınır natrium hidroksid, bir də hidrogen çıxır. İndi gəlin reaksiyanın əmsallaşdırmağa baxaq ehtiyacı var, yoxdur. Kalsiumun üzərinə su gələk. Kalsium hidroksid üzərinə gəlinsin hidrogen alınır. Reaksiya tənliyini əmsallaşdırdıq. Bizə deyir ki, hər ikisinin kütləsi yəni eyni kütlədə götürülmüşdür. Normalda 21 mol natrium hidridin kütləsi 24 qram, kalsiumun kütləsi isə 40 qramdır. Uşaqlar, x mol natrium hidrid götürürük, tutaq ki, y mol da kalsium götürürük. Bu zaman uyğun olaraq x mol hidrogen, y mol da hidrogen əmələ gəlir. Bizə deyir ki, artıq miqdarda su ilə reaksiyasına alınan hidrogenin mol miqdarı x üzərinə gəlinsin y bərabərdir 1,6. Bizə deyir ki, hər ikisinin kütləsi bir-birinə bərabərdir. Yəni, hər ikisi m qram götürmüşük. Onda natrium hidridin əməli nə qədərdir? 24. 24x bərabərdir m. 40y də bərabərdir m. Uyğun olaraq 24x bərabər oldu 40y-ə. İxtisarlarımızı aparaq. 4-ə ixtisar gedir 6x bərabərdir 10y. 3x bərabərdir 5y. Gəlin yuxarıda sistem tənlik quraq. 3x minus 5y bərabərdir 0. Deməli, ixtisarlarınızı aparaq. 5x üzərinə gəlinsin 5y bərabərdir. 5 dəfə 1,6 8. 3x çıxılsın 5y də bərabərdir 0. Y-lər getdi. 8x bərabərdir 8. X də bərabərdir 1. X-i müəyyən elədi. İndi y-i müəyyən eləyək uşaqlar. 5y bərabərdir 3. Y də bərabərdir 0,6 mol. Bizdən m istəyir. M də bərabərdir 40y olduğuna görə y də 0,6-dır. 40 vurulsun 0,6 bərabərdir 24 qram. M-i müəyyən elədi 24. 2 əmələ gələn natrium hidroksidin kütləsini hesablayın. Uşaqlar, x nə idi? X 1-dir. 1 mol natrium hidrid reaksiyaya daxil olubsa, elə 1 mol da natrium hidroksid əmələ gələcək. 1 mol natrium hidroksidin kütləsi də uyğun olaraq 40 qramdır. 15-ci sual. Oksigenin laboratoriyada alınma üsullarından biri aşağıdakı kimidir. Kalium permanganatın parçalanması. Baş verən reaksiyanın təmlini yazın və əmsallaşdırın. 15-ci sual 1. Reaksiyanı yazıb əmsallaşdıraq. Kalium permanganat parçalanır. Əmələ gəlir kalium manganat, mangan 4 oksid, bir də oksigen. Reaksiya tənliyini əmsallaşdıraq. Bu qədər. Davam edir. Reaksiyanı yazıq, əmsallaşdırır. Reagent və məhsulların sayına görə reaksiyanın növü. Uşaqlar, bu reaksiya parçalanma reaksiyasıdır. Görürsünüz, kalium permanganat parçalanır.
Reaksiya nəticəsində kalium manqanat, manqan 4 oksid üzülürsən, bir də oksigen əmələ gəlir. Sonra davam edirik. Reaksiyanın növünü müəyyən elədik. Oksidləşmə məhsulunun kimyəvi formulu uşaqlar. Oksidləşmə məhsulu burada oksigendir. Oksidləşmə məhsulu dedikdə, yəni reduksiya edicini bizdən istəyir. Oksigen -2-dən 0-a gəlir. Yəni elektronlarını verir, reduksiya edicidir. Ona görə də oksidləşmə məhsulu olur. Reduksiya edici oksidləşmə məhsulu, oksidləşdirici isə reduksiya məhsuludur. 16-cı sual. Yenə kalium permanganatın parçalanma reaksiyasını verib, duz, oksigen və yenə oksidin kütlələrini verib, M və N-i müəyyən eləməyimizi istəyir. 16-cı sualı gəlin yazaq. 2 mol kalium permanganat parçalanır. Reaksiya nəticəsində alınır kalium manganat. Üzərinə gəlinsin manqan 4 oksid və üzərinə gəlinsin oksigen. Reaksiya tənliyini əmsallaşdırdıq. Duz. Deməli, reaksiya nəticəsində alınır duz, M qram, M-11 qram oksid, N qram da oksigen alınır. Uşaqlar, gəlin indi uyğun olaraq tənasüb quraq və bunu həll eləyək. Uyğun o kalium manqanatın emeri nə qədərdir uşaqlar? Gəlin kalium manqanatın emerini hesablayaq. 39 vurulsun 2, 78, üzərinə gəlinsin manqan 55, üzərinə gəlinsin 64. Nə qədər manqan 4 oksid alınır? 55, üzərinə gəlinsin 32 qram. Gəlin bu tənasübü həll eləyək uşaqlar. M qram kalium manqanat alınanda M-11 qram manqan 4 oksid əmələ gəlirsə, uyğun olaraq 197 qram kalium manqanat əmələ gələndə 87 qram da manqan 4 oksid əmələ gəlir. Gəlin M-i müəyyən eləyək. 197 M çıxılsın 197 vurulsun 11, 87 M-ə. 110 M bərabərdir 197 vurulsun 11. 11'lər getdi. M də bərabərdir 19,7. M-i müəyyən elədi. İndi gəlin N-i müəyyən eləyək. Uşaqlar, 19,7 qram kalium manqanat alınanda N qram oksigen alınır. Normal halda isə 197 qram kalium manqanat alınanda 32 qram oksigen alınır. İxtisarlarımızı aparaq 0,1, N də bərabərdir 3,2 qram. Deməli 3,2 qramda oksid əmələ gəlmişdir. 17-ci sual. Sınaq şüşəsində 17 qram natrium nitrat qızdırılır. Gəlin qızdıraq 17. Məsələn, yavaş-yavaş qıraq uşaqlar. Natrium nitratı qızdıraq. Natrium nitrit. Üzərinə gəlinsin oksigen alınır. Reaksiya tənliyini əmsallaşdırdıq. 17 qram natrium nitratımız var. Qızdırıldıqdan sonra sınaq şüşəsində bərk qalır. 14,6 qram bərk qalıq qalır. Duzun neçə faizinin parçalandığı. Deməli, duzun hamısı parçalanmır. Yəni, natrium nitratın hamısı parçalanmır. Müəyyən miqdarı qalır. 17 çıxılsın 14,6 bərabərdir 2,4 qram. Uşaqlar, bərk qalığın kütləsi deyir ki, 14,6 qram olmuşdur. Tutaq ki, natrium nitrat burada artıq qalır. Ümumi kütlə eləyir 14,6 qram. 14,6 qram qalırsa, oksigen uçub gedir. Bərk qalığın kütləsinin azalmasının səbəbi oksigenin uçub getməsidir. 2,4 qram oksigen uçub gedir ki, bərk qalığın kütləsi 17 qramdan 14,6 qrama gəlib çatır. Oksigen uçub getdi. İndi gəlin uşaqlar, baxın, demək olar ki, məsələ həll olundu. 32 qram oksigen əmələ gəlir. Əgər normal halda, yəni 2 mol natrium nitrat parçalansaydı, natrium nitratın emerini yazaq. Natrium 23, azot 14, oksigen isə 48. Deməli, 2 mol natrium nitrat parçalansaydı, 32 qram oksigen uçub gedərdi. 2,4 qram oksigen uçub gedibsə, neçə qram natrium nitrat parçalanıb? Tutaq ki, x qram natrium nitrat parçalanıb. İndi gəlin uşaqlar, x-i müəyyən eləyək. 32-ni məxrəcə yazırıq. 2,4 vurulsun 2 vurulsun, deməli 23 üzərinə gəlsin 14, 37, o da 48, 85. İxtisarlarımızı aparaq. 2 ixtisar gedir 16 dəfə, 8 ixtisar gedir 2 dəfə, 8 ixtisar gedir 0,3 dəfə. Uyğun olaraq da bərabərdir. 25,5 bölünsün 2. 25,5-də 2-yə böləndə 12,75 qram. Deməli, 12,75 qram natrium nitrat parçalanmışdır. Davam edirik. Duzun neçə faizinin parçalandığını müəyyən edin. Gəlin neçə faizinin parçalandığını müəyyən edin uşaqlar. Duzun, deməli, bizdə ümumi 17 qram duz var idi. Onun 12,75 qramı parçalanır. Vurulsun 100. Faizli miqdarını tapaq. Deməli, 12,75 vuranda 1275 bölünsün 17. İxtisar aparırıq 75%.
Deməli, duzun 75% parçalanmışdır. Uşaqlar bir-bir ixtisar aparın. 17 ilə birbaşa ixtisar gedir. 7 dəfə, 5 dəfə, 75%. Duzun neçə faizi parçalanır? 75%. Alınan qazın normal şəraitdə həcmini litrlə hesablayın. Uşaqlar 2,4 qram bizdə oksigen alınmamışdı. Gəlin bunun həcmini litrlə hesablayaq. 2. 1 mol, daha doğrusu 22,4 litr oksigen 32 qramdırsa 2,4 qram oksigen neçə litr olar? Tutaq ki, A litr olar. A da bərabərdir. 22,4 vurulsun 2,4 bölünsün 32. 8'e ixtisar getdi 0,3 dəfə, 8'e ixtisar getdi 4 dəfə, 4'e ixtisar getdi 5,6. 0,3 ilə 5,6'ya vuranda cavab 1,68. Deməli 1,68 litrdə oksigen əmələ gəlmişdir. 18-ci sual. Bizə oksidləri verib, sink oksid, bir də misiki oksid. Kütlələri m qram, tam reduksiyasına sərf olunan hidrogenin miqdarı, bir də tam reduksiyasından alınan metalın ümumi kütləsi. Uşaqlar, gəlin 18-ci sualı həll edək. Sink oksidin reduksiya ilə hidrogenlər, reaksiya nəticəsində alınacaq sink, bir də su. Həmçinin misiki oksid də reduksiya eləyər hidrogenlər, reaksiya nəticəsində alınacaq mix, bir də su. 1 mola ilə 1 mol metal alınır. Ümumilikdə bunların kütləsi m qramdır. Reduksiyasına sərf olunan hidrogenin mol miqdarı. Uşaqlar, tutaq ki, x mol sink oksid götürərəm, x molda misiki oksid götürərəm. Onda ilə y molda misiki oksid götürərəm. Onda ilə x mol hidrogen reaksiyaya daxil olar, y molda misiki oksid üçün hidrogen reaksiyaya daxil olar. X üzərinə gəlsin y cəmi də 0,1. Tam reduksiyasından alınan metalların ümumi kütləsi x mol sink alınacaq, y molda mis alınacaq. 65x üzərinə gəlinsin 64y bərabərdir 6,45. İndi gəlin bu tənasibi həll edib x və y müəyyən eləyək. 65x üzərinə gəlinsin 65y bərabərdir 6,5. 65x üzərinə gəlinsin 64y bərabərdir 6,45. X-lər ixtisar gedir. Y də bərabərdir 0,5. Y müəyyən elədik 0,5. Onda x də ilə bərabərdir 0,5. X və y müəyyən elədik. Davam edirik. Bizə deyir ki, m-i müəyyən eləyin. M nədir? X mol sink oksid və y mol sink 2 oksid, mis 2 oksidin kütləsi m bərabərdir 0,5 mol sink oksid üzərinə gəlinsin 0,5 mol mis 2 oksid. M də bərabərdir 0,5 çıxır mötərizə xaricinə. 65 üzərinə gəlinsin 16,81 üzərinə gəlinsin 80. M də bərabərdir 105 vurulsun 81 olur 80 161 5 dəfə 161 5 33 yadda 805 bölünsün 100 8,5 qram. M-i müəyyən elədik 8,5. Sonra bizdən nə istəyir? Reaksiya nəticəsində alınan M-in kütləsini istəyir. Uşaqlar, reaksiyaya diqqətlə baxın. 0,5 mol sink oksid reaksiyaya daxil olur və 0,5 mol su əmələ gəlir. Həmçinin 0,5 mol mis 2 oksid reaksiyaya daxil olanda 0,5 mol su əmələ gəlir. Ümumi cəm 0,1 mol H2O, 0,1 mol suyun kütləsi də 1,8 qramdır. 19-cu sual. 40 mol oksigen ozonator cihazına daxil olur və 30 mol qaz qarışığı alır. Oksigen və ozondan ibarət. Oksigenin neçə faizinin ozonlaşdığını müəyyən edin. 19-cu sual. Normal halda 3 mol oksigen ozonlaşır, 2 mol ozon əmələ gətirir. İndi bizə deyir ki, 40 mol oksigen var. Ozonator cihazına daxil edilir və x mol oksigen əmələ gələcək, y mol da ozon əmələ gələcək. Ümumilikdə bu cəmdə 30 mol eləyəcək. Biz x üzərinə gəlinsin y cəmini tapdıq. 30. Əgər y mol ozon əmələ gəlirsə, onda 1,5 mol oksigen reaksiyaya daxil olmuşdur. 1,5 mol oksigen qazından 1,5 y mol oksigen qazından y mol ozon əmələ gəlir. Uşaqlar, bizdə ümumilikdə 40 mol oksigen var idi. Onun 1,5 y molu ozona çevrilir və yerdə də x molu artıq qalır. Bərabərdir x. Tənliyi gördük uşaqlar. X üzərinə gəlsin y də bilirik 30. İndi gəlin bu sistem tənliyi həll eləyək.
X üzerine gelinsin 1,5 y beraberdir 40. X üzerine gelinsin y de beraberdir 30. X'ler ixtisar gedir. Uygun olarak 0,5 y beraberdir 10. Y de beraberdir 20. Y müəyyən elədi 20. X de beraberdir 10. Bizə nə istəyir? Oksigenin neçə faizinin ozonlaşdığı. Oksigen 1,5 y ozonlaşıb. Ümumilikdə bizdə 40 mol Y var idi, onun 40 mol oksigen var idi, onun 1,5 Y müəyyən eləmişdi 20 molu ozonlaşır. Neçə faizi gəlin onu müəyyən eləyir. Bu da uyğun olaraq bərabərdir 30 bölünsün 40 vurulsun 100, sıfırlar ixtisar gedir. 300-ün də 4-ə nisbəti 75%. Sonra bizdən 2-də nə istəyir? Deyir ki, alınan qaz qarışığında ozonun kütləsinin, deməli, alınan qaz qarışığında ozonun kütləsinin, alınan qaz qarışığında Y mol ozon var, Y mol O3. Ozonun kütləsinin neçə dəfə, deməli, ozonun kütləsinin oksigenin kütləsindən neçə dəfə çox olduğunu, X molda oksigen var, gəl neçə dəfə çox olduğunu müəyyən eləyək. Y 20-dir, vurulsun 48, bölünsün. Oksigen X 10-dur, oksigen də demiri 32'dir. İxtisarlarımızı aparaq. 2 ixtisar getdi 16 dəfə. 48 bölünsün 16, 3. Keçirik sonuncu suala, yəni 20-ci suala. 10 mol hidrogen və 10 mol oksigenden ibarət qaz qarışığında baş verən reaksiya nəticəsində 20-ci sual. İlk öncə reaksiyanı yazaq. 2 mol hidrogen, 1 mol oksigenlə reaksiyaya daxil olur və reaksiya nəticəsində 2 mol su əmələ gəlir. Deməli, bizdə başlanğıcda deyir 10 mol hidrogenimiz var, 10 mol da oksigenimiz var. Deyir ki, ibarət qaz qarışığında baş verən reaksiya nəticəsində oksigenin 40% reaksiyaya daxil olur. Yəni 10 mol oksigenimiz var, onun 40% reaksiyaya daxil olur, bölünür 100. İxtisarlarımızı aparaq 4. Deməli 4 mol oksigen reaksiyaya daxil olur. Normal halda deməli 2 mol hidrogenlə 1 mol oksigen reaksiyaya daxil olurdu. 4 mol hidrogenlə nə qədər hidrogen, 4 mol oksigenlə nə qədər hidrogen reaksiyaya daxil olar? 8 mol. Deməli 8 mol hidrogen reaksiyaya daxildir. Reaksiya nəticəsində alınan suyun kütləsini qramla hesablayın. 8 mol hidrogen reaksiyaya daxil olursa elə 8 mol da su alınacaq. 8 mol suyun kütləsi də 1. 8 mol suyun kütləsi 8 dəfə 18. 144 qram. Keçdik 2-yə baxırıq. Reaksiyaya daxil olmayan qazların ümumi mol miqdarı. Reaksiyaya 2 mol hidrogen daxil olmur, 2 mol hidrogen artıq qalır və 6 mol da oksigen daxil olmur. Ümumi mol miqdarları da 8-ə bərabərdir. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bu gün sizlərlə hidrogen oksigen su bölməsindəki ətraflı yazılı cavab tələb olunan tapşırıqlar mövzusundakı sualları işləyib bitirdik. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın, Allaha əmanət olun, sağ olun.